Salam dəyərli şagirdlər, dəyərli müəllimlər, sizləri İnnovativ Təhsil Mərkəzindən xoş gördük. Mən mərkəzimizin riyaziyyat müəllimi Anar Asanov. Bugün sizlərə bir neçə imtahanlara gələ biləcək maraqlı sualın izahını verəcəm. Suallar DİM 20 variant bloklar üçün olan testindən götürülüb. Sual həm MİQ və sertifikasiya imtahanlarına gələ bilər, həm də blok imtahanlarına gələ bilər. İnşallah aprel ayı üçün bizim həm sürətli blok dərslərimiz başlayır, həm də MİQ və sertifikasiya üçün elə sürətli dərslərimiz başlayır. Başlayaq suallara. Deməli, birinci sual belə bir bərabərlik verilib və oradan x kvadrat plus 1 bölü x kvadratını bizdən tələb edir. Deməli, çoxunun ağlına gəlir ki, buradan biz kvadrat tənliyə oxşuyur. Bunu bir kvadrat tənliyi ilə həll etmək ağla gəlir, amma suallar ona görə qurulmur. Burada hər tərəfi qüvvəti balaca olan x üstü 4'ə bölürəm. Onda alırıq x üstü 4 çıxılsın 4 plus 1 bölünsün x üstü 4 bərabərdir 0 alırıq. Bax, fikir verin. Mən burada dəyişənləri bir tərəfini yığsam və bu sabit ədədi sağa atıram. İndi biz bunu almışıq, amma bizdən də bunu istəyir. Baxın, bunu istəyir. Onda mən nə edəcəm? Götürüb bunu ayrıca kvadrata qaldıracağım. Çünki kvadrata qaldıranda x kvadratın kvadratı x üstü 4 bölür. Deməli, buradan alır x üstü 4 plus a-sinin 2 misli, üstə gəlinsin ikincinin kvadratı. Fikir verin, bununla bunu yuxarıda biz tapmışıq 4'dür. 4'ün də üstünə 2 gələndə 6 eləyəcək. Amma kvadratını 6 almışıq. Deməli, özü nə imiş? Kök altında 6 imiş. Keçək ikinci tip suala. İkinci tip də elə buna biraz oxşar sualdır. Baxın, bu dəfə a plus 1 bölü a-nı 4 verib, a minus 1 bölünsün a-nı istəyir. Mən belə tipli misallara plusla minus arasında əlaqə düsturunu öyrənin həmişə deyirəm, onu tətbiq edin. O düstur nədir? X plus y-in kvadratı bərabərdir x minus y-in kvadratı üstə gəlinsin a-sinin 4 misli olur. Bu çox belə misallar üçün əlverişli düsturudur. Baxın, fikirləşin, x-in yerinə a qoyuram, y-in yerinə 1 bölü a qoyuram. Onda bu bərabər olur a minus 1 bölünsün a-nın kvadratı üstə a-sinin 4 misli olur və sual bununla da həll olunur. Çünki bura 4'dür, kvadratı 16 olacaq. Fikir verin, plus 4. Onda mən bunları bir tərəfli yığsam, a minus 1 bölünsün a-nın kvadratı bərabər olacaq 12. Və kvadratı 12 olan 2 ədəd var. Biri 2 kök 3'dür, diğerində mənfi 2 kök 3'dür. Bizdən nə tələb edir? Ən kiçik qiymətini tələb edir. Deməli, cavab olur bu. Məsələn, bir başqa sual özümdən qurub sizlərə belə deyə bilərəm. Diqqətli olun bir dənə. Yazaram x kvadratı çıxılsın 2 tutaq ki kök altında məsələn 5 vurulsun x plus tutaq ki 1 və yaxud da ki belə deyək, 1 yox, 2'ni verək, bərabərdir 0'dır. Baxın, burada mən nə tapa bilərəm? Birinci deyirəm ki, bunu hesablamağı məndən tələb etsə, onda nə edəcəm? Bayaq mən sizlərə dedim ki, belə misallarda hər tərəfi x-ə bölün. Onda nə alırıq? X çıxılsın 2 kök altında 5 plus 2 bölünsün x bərabərdir 0 alırıq. Və yenə də hərfləri bərabərliyin sonunda saxlayıb, digəri sərbəst ədədləri, sabit ədədləri sağa atsa, belə bir bərabərlik alırıq. Amma fikir verin, məndən x minus 2 bölünsün x istəyir. Baxın, bu da maraqlı sual olur. Plus var, bizdən tələb etdiyi nədir? Minusdur. Bayaqçı düsturu yenə də mən burada tətbiq edəcəm. Necə idi o düstur? Plusun kvadratı bərabər idi minusun kvadratına. Üstə gəlirdi hasilin 4 misli. Yəni bunları bir-birinə vuranda 2 edir, 4 misli də 8 eləyir. İndi sualın həlli deməli bitdi. Onda bura nə qədər olacaq? 20 olacaq. Bu da bərabərdir x çıxılsın 2 bölünsün x-in kvadratı plus 8. Deməli, yenidən atacaq x minus 2 bölünsün x-in kvadratı bərabər olur nəyə? 12'ye. Baxın, bu qədər. Yenidən də 12'dən də nə edəcək? 4 vur 3 yazır. Oradan da vurulara kökün altından çıxartacaqsınız. Bir başqa sual, məsələn, yenə sizə belə bir sual düşə bilər. Biraz bunu bəsit verir. X kvadrat minus 2x tutaq ki minus 1 bərabərdir 0. Bu dəfə isə tələb edirəm ki, x kubu çıxılsın 1 bölünsün x kubun tap. Deməli, bu suallar yerində deyirəm, həm MİQ və sertifikasiya imtahanlarına gələ bilər, həm də blok imtahanına gələ bilər.
Deməli, nə edəcəyik? Yenə də biz hər tərəfi x-ə böləcəyik. Onda alırıq x minus 2 minus 1 bölünsün x bərabərdir 0 və x minus 1 bölünsün x-i bərabərdir nə alırıq? 2 alırıq. Amma məndən kubları istəyir. Onda bax, bir dənə də sizin maraqlı yenə də düstur deyirəm. Test tapılma qaydası kublar üçün deyirəm. Yadınızda saxlayın, 2 kub üçün ya cəm ya fərq soruşulanda bunların hesablanması üçün bu düsturları bilməyiniz kifayətdir. A plus B'nin kubu sırasının 3 dənə A vurulsun B, vurulsun A üstə gəlməsin B. Diqqətlə baxın, bu vurullara ayırma deyil. Burada da olur A minus B'nin kubu plus 3 dənə AB vurulsun A sırasın B. Baxın, bunları yazmaq kifayət edir. Onda deməli, məndən x kubun minus 1 bölünsün x kubunu istəyirsə, onda bu necə olacaq? Bu bərabərdir olacaq. X minus 1 bölünsün x'in kubu üstə gəlinsin 3 dənə hasil 1 eləyir. Baxın, AB. AB vardı orada. AB'miz nə eləyir? X vurulsun 1 bölü x 1 eləyir. Və belə bir bərabərlik alırıq. Bizdə də x minus 1 bölünsün x'in yuxarıda x'ə bölməklə nə almışdıq? 2 almışdıq. Onda bu olacaq 2'nin kubu plus 3 vurulsun 2. Belə. Deməli, müəllim və şagirdlər inşallah aprel ayı üçün həm blok imtahanlarına sürətli hazırlaşmaq üçün qruplarımız, qeydiyyatımız davam edir, başlayacaq dərslərimiz, həm də liq və sertifikasiya üçün də inşallah hazırlıqlarımıza qeydiyyat davam edir. Əlaqə nömrələri ilə əlaqə qrup dərslərimizə qoşula bilərsiniz. Hər birinizə uğurlar.